Hər vaxtınız xeyir əziz izləyicilər, kanalımıza abunə olub like etməyi unutmayın. Mətanət kimi bir hegemon olan, yəni hegemon nə mənada? Mətanət sözün deyən qadındır. Və mən burada bu söhbəti... Yox, mən var idim deyirdi. İndi görə deyəcək, deyənməyəcək. Nə deyirdi? O deyirsən hegemon xanım idi. Deyirdi də sözün. Hə. Bundan sonra baxarıq görə nətər deyəcək. Neyəcək Manaf? Yolunu kəsəcək onu? Yox, başa düşmədi. Hegemonluq eləməyəcək daha. Deyir, ay sağ ol, bunu demək istəyirdim. Deyirdi, nə Yəni hegemonluq... qoymayacaqsən eləsin bu hegemonluğu. Mən yox, hep sən başa düşmədin. Dedin ki, o hegemon xanım demişə sözün deyirdi. Bəli. Yəqin ki, nəyəsə arxayın olub deyirdi də. Ay sağ ol. Yəni sən arxayın olurdun. İndi bundan sonra sənin efirindəki olan haqq hesablar oldu ha. Açıqda tutma, aha. O haqq hesablar oldu ha. Ona görə indi yenə də onun haqqında elə çox deməyəcəm, amma zaman gəlib yavaş-yavaş hamısını görərsiniz. Yəni nədir? Yəni bu dostluq, bu mehribançılıq bitdi. Yox, hardan dostluq? O dostluq idi. Sən ona sual verirsən ki, 3 dənə müğənni deyir ki, ayrı müğənni yoxdur. Ay balam, büyün budur, sual verir. Məndən ötər ağlayıb özünü öldürən, yürən, efirə gələn. Mənim efirimə gəldi evdə makyajsız. Mətanət Əsədova MTV kanalında Zəngidə dedim ki, Manafa görə bu dəqiqə evindən çıxıb gələrsən, dedi ona görə ölümə gedərəm. Durdu, giyindi. 20 dəqiqə oldu mənim efirimdə oxuya-oxuya girdi. Çünki bilirsən niyə? Mən də onun üçün ölümə getmişəm. Mən də onun hər söz söhbətinə getmişəm. Yadındadır, bir dəfə verilişin birində bir söhbət olmuşdu. Köhnə. Bilirəm, yadımdadır. Adını çəkmirəm də. Bəli. Sən bilsən ki, onlar hara kimi getdi? Hara kimi getdi? Orada söz söhbət olmuş da. Bəli. Hə. Yenə deyirəm, efirdir, köhnə söhbətini demək olmaz. Həmin adam onu gətirtdim evində, üzür istədi, evində gəldi, onu üzür istədi, getdi. Mətanətə görə. Amma dəyməz imiş. Mən də maraqlı gəldi, Elnarə Manafa da burada dedim ki, denən Elnarəyə bacı demək olar mı? Ay sol. İndi mən də dedim Elnarəyə mən çoxdan demişəm və fəxr edirəm mənim Elnarə kimi bacım var. Məqsəd bilirsən nə olur? Mən o budu bacım olsa hə. Məqsəd əgər bilmək istəyirsansa, mən orada onu deyib başqasını deməsəm, düz gəlmir, dalınca sayma. Bir də ki, bizim öz ətrafımızda sonra adama başqa sözlər deyirlər. Efirdən kənar zəhlər gəlir. Mənim sonra qulağım eşitdi ki, güya mən sənə demişəm ki, sən mənə sual ver gələn ki, Elnarə sənin bacı. Elnarə mən 40 ildir bacı deyirəm. İndi başqa şey deyim. Mən eşitdiyimə görə Mətanətlə aranızdakı olan soyuqlu ad günündə açıq-aşkar deyəcəm. Mətanətin sənətindən qat-qat aşağı olan müğənnilərə səhnədə söz verməyin, Mətanətə söz verməməyindir. Heç yalan deyil. Orada mən özüm verirdim sözü. Orada Naçbəri xanım oturub. Mənlə bir masada oturmuşdu. Ay soy, İlqar Muradov İlqar Muradov, biz bir yerdə oturmuşduq. Niyaməddin də küsüb gedirdi. Bir partiya Müşabər əskərlə oturmuşduq. Mən də buna dedim ki, sən mənim dostumsan da, oturub burada heç oxuma. Nə olub bu oxumaq üçün ölürsünüz? Nə məcburdur? Qoy sənə xahiş eləsinlər oxu, yalvarsınlar oxu. Hə, mən çox sağ ol, belə şeylər, şimdi mən nətər onlar durub verəcək? Üzə ki, mənim qonağım, məni istəyən adam, niyə oxuyursan? Adama xahiş eləyərlərdir oxu. Sən yoxsa mən oxuyum, nədir?